Herkese salam dostlar, necəsiniz? Mən Lava Kral. Bugün sizlərlə gördüyünüz kimi bir mod tanıtımı ilə yenə qarşınızdayım. Bugün də gördüyünüz kimi əşya modu ilə qarşınızdayım. Digər videomuz yemək izlənməni keçdiyi üçün bu videonu da çəkmək ağlıma gəldi və videonu çəkdim. Bu videoya da 5 like gəlsə, həmin dəqiqə, həmin vaxt bu modun linkini açıqlamaya qoyacağam. Açıqlamaya həm də yorumlara qoyacağam. Digər videomuz 5 like olmadığı üçün linkini atmadım. Bu dəfə də 5 like olsa atacağım. Yəni videomuza keçək. Aha. Getdik. İlk öncə masamız ilə baxın. Bunun üstünə onu bunu da qoya bilərsiniz. Gördüyünüz kimi masa. Sol yəni. Baxaq, bu da ocaq. Nədə olur ya odur. Və sonram ki sifon. Bunu da bura qoyaq. Gördüyünüz kimi sifon. Üstünə oturub siz başa düşdünüz. Hə. Sifonu da elədik. Və mətbəx bıçaqları. Bunun üstünə qoyacağım. Gördüyünüz kimi mətbəx bıçaqları. Hər bir cür bıçaq burada var. Və divan. Bu ikili divandır ama. Yox, bu ikili divan demiş, təlli divan imiş. Səhvliklə götürmüşəm. Modda çox əşya var, amma hamısını tanıtmayacağım da. Yarısını tanıtıram, yarısını tanıtmaq istəmirəm, qoyun qalsın. Çox olduğundan yenə. Bunların hamısını tanıtamaram da. Yəni siz bu modu yükləyəndən sonra, indirib qutarandan sonra baxarsınız. Başqa saat. Bir dəqiqə, saatı da hara qoyaq. Bir dəqiqə. Uşaqlar bir dəqiqə. Bu saatı necə qoyacam axı? Hə, belə qoya bilərəm. Bu da saat, divar saatı. Gördüyünüz kimi 9'un yarısı. Böyle 2 dəqiqədən bir getməyim. Bütün hamısını yığıram da. Yaxşı. Bunları götürək. Gördüyünüz kimi duş. Bunu da bura qoyaq. İçinə uzanmışız. Suyu da deyəsən açılır. Amma dəqiq bilmirəm də. Aha. Kupamızı da burada gördüyünüz kimi Golden Trophy. Birinci yer. Kupamız da burada. Üçüncüsü isə gördüyünüz kimi nə? Onu yuxarıdan qoyanda yuxarıdan keçir də. Belə bir dəqiqə. Bu taxtadan asacam, baxın. Bu da pərdə. Bu da qab. Bu da isə qab. Amma bu çoxludur, bu təkdir də. Lava Craft kanalına abunə olub like atmağı unutmayın. Vaxtım olduqca sizlər üçün videolar çəkəcəm. Məktəb olmadığı üçün rahatam, tez-tez video ata bilirəm. Amma məktəb vaxtları gec-gec atacam. Bunun ışığı da yanır, baxın uşaqlar. Baxın, əyilirsiniz. Bir dəqiqə gəldik yaxına. Shift və W. Görsədəmirəm. Yoxsa siz modu yükləyib qutarandan sonra görə bilərsiniz. İşıq yanır. Bu da ev dekorları üçün. Bunun hamısı ev əşyası modudur. Bunun da içinə nəysə yığa bilərsiniz. Gördüyünüz kimi aça bilir. Qəşəng görsənirəm də. Və mətbəx üçün yenə açılıb bağlanan. Çox qəşəng. Videoyu götürmək istəyirsiniz ya da bu rolu əşya modunu götürüb paylaşmaq istəyirsinizsə icazə alıb paylaşa bilərsiniz. Uşaqlar, gördüyünüz kimi videomuz bu qədər idi. Əşyalarımızın yarısını test elədim, yarısı da var. Siz də gedib modu yükləyib baxandan sonra tapa bilərsiniz. Uşaqlar, videomuz bu qədər idi. Kanalımıza abunə olub like atmağı unutmayın. Görüşərik. Sağ olun, salamat qalın.